Efirdə çətin sual verilişidir. Bugünkü qonağım Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının keçmiş üzvü Vəfa Quluzadədir. Studiyamıza xoş gəlibsiniz. Salam. Mövzumuz Ukrayna hadisələrindən bağlıdır. Ukrayna-Rusiya böhranının, siyasi böhranının gələcəyini necə görürsünüz? Hərbi böhrana çevrilə bilərmi? Mən hesab edirəm ki, Rusiya öz çökməsindən narahatdır. Rusiyada iqtisadiyyat çökür, iqtisadiyyatda inkişaf yoxdur. Ondan başqa Rusiyanın deməli maliyyəsi bərbad vəziyyətdədir. Bu münaqişədən əvvəl, Ukrayna məsələlərindən əvvəl Rus rublu çökməyə başlayıbdır. Görünür ki, bu Ukrayna hadisələrində daxili faktorda bir rol oynayır. Daxili faktorda ondan ibarətdir ki, bir bəhanə lazımdır ki, Putin rejiminin ölkədəki yaratdığı vəziyyəti kiminsə günahı kimi təqdim etsinlər. Onlar da bunu bu dəqiqə Qərbə, Amerikaya, NATOya yönəldir ki, onlardır Rusiyanın bu çətin vəziyyətində günahkar. Gələndə Ukrayna məsələlərinə burada bilirsiniz, çox təhlükəli bir vəziyyət yaranır. Ukrayna müstəqil dövlətdir. Bu müstəqil dövlətdə artıq bütün dünyaya aydındır ki, bunun deməli prezidenti Yanukoviç Rusiya puluna gəlib prezident olubdur və Rusiya siyasi texnoloqları onu hakimiyyətə gətiriblər. Bunu Rusiyanın siyasi dairələri etiraf etmişdir. Yanukoviç xəyanətkarlıqda onu ittiham edəndə ki, Yanukoviç meydana ateşə tutub hamını qırmadı, hərbi deməli vəziyyət elan etmədi. Bundan çox narazı idilər. Onu hətta cındır əski adlandırmışdı Medvedev. Bax, Ukraynadakı bu vəziyyətdə deməli Rusiya Ukraynaya qoşun göndərmək fikrinə gəlir. Rusiya Krımı Ukraynadan deməli almaq fikrinə gəlir. Eyni zamanda Rusiya Duması çox deməli belə ağla sığmaz bir qərar qəbul edir ki, Rusiya prezidenti Putinə icazə versin ki, Putin Ukraynada deməli ordudan, silahdan istifadə etsin. Bilirsiniz, Rusiya deməli Gürcüstana qoşun yeridəndə heç Dumanın bu qərarı da lazım deyildi. Yeritdi. Amma Ukraynada bunlar deməli görünür ciddi bir işə hazırlaşırlar ki, bunlar deməli parlamentinin dəstəyini istəyirlər, xalqın dəstəyini istəyirlər. Onlar Moskvada çox yerlərdə nümayişlər aparırlar və Rusiya yalan danışa-danışa Ukraynaya deməli əskəri qüvvə göndərdi. Putin deyibdir ki, hələ göndərməmişəm, qərarı verəcəyəm, amma qərar artıq verilib, qoşunlar oradadır. Lavrov Brüsseldə deyibdir ki, Ukraynaya deməli biz daxili işlərinə qarışmayacaq, ora heç bir deməli müdaxilə olmayacaq, amma müdaxilə olubdur. Bilirsiniz, bunların hamısı onu göstərir ki, Rusiya əgər dayandırılmasa, əgər Rusiya Ukraynanı ram edə bilsə, bu deməli Hitlerin Avropada 30-cu illərdə apardığı bir siyasətə bərabər gətirəcəkdir. Bundan sonra dünya müharibəsinə doğru da vəziyyət gedə bilər. Ona görə mən hiss edirəm ki, Qərb olduqca sərt və ciddi durumdadır. Hər şeyi öz adı ilə deyir. Əskəri müdaxilə, ondan sonra aqressiya, təcavüz, bunların hamısı artıq deməli istifadədir. Məsələn, mən Putinin çıxışını diqqətlə qulaq asdım. Onun argumentləri heç bir tənqidə dözə bilmir. Və Putinin bütün argumentlərinə Amerikanın dövlət katibi John Kerry cavab verdi, Ukraynaya səfər edərək. Ona görə biz burada bilirsinizmi, qarşı durmanı görürük və bu qarşı durmada zəif tərəf Rusiyadır. İqtisadiyyatı zəifdir, xalqın durumu zəifdir və burada belə bir təhlükə var ki, Rusiya kimi bir dövlət, zəif dövlət, amma nüvə silahına malik bir dövlət nüvə şantajına gedə bilər. Yəni, Rusiya belə bir siyasət apara bilər ki, biz nüvə müharibəsinə hazırıq. Düzdür, məlumdur ki, nüvə müharibəsi olsa Rusiya məğlub olacaqdır. Rusiyanın bütün nüvə obyektləri zərbə altında olacaqdır. Amma ola bilsin ki, Rusiyada bir neçə zərbə qərbə vura bilsin. Rusiya belə düşünür ki, olduqca rəfah yaşayan, gözəl yaşayan, demokratik qərb İstəməz ki, onun başından bir tük də əksik olsun. Amma Rusiya rəhbərliyi bütün Rus xalqını qurban verə bilər qələbə üçün. Bilirsiniz, bu Rusiyanın psixologiyasıdır. Siz baxın, görün onların mahnılarına, 2-ci Dünya müharibəsinə həsr olmuş mahnılarına. Biz deyir,
qələbə üçün istənilən qiyməti verərik. Nam нужна всего одна победа. Bizə yalnız bircə. Biz bunun deməli qiymət də nədir? Milyonlarla Rus xalqının həyatı. Stalin milyonlarla Rus xalqını deməli Hitlerin bombalarına, silahlarının qarşısına atdı. Bəli. Amerikanın köməyi olmasa, onsuz da Stalin qələbə çala bilməyəcəkdi. Amerikanın köməyi ilə qələbə çaldılar. İndi Rus propagandasında deməli Rusiyanın qələbəsi tərənnüm olunur. Mən hesab edirəm ki, Rusiya bu cür avanturaya əl ata bilər. Bunu hesabdan çıxarmamaq lazımdır. Baxmayaraq ki, nə əskəri gücü NATO-nun əskəri gücünə bərabərdir, nə də ölkəsinin səviyyəsi. Qərbin münasibətini necə qiymətləndirirsiniz? Siz özünüz də qeyd etdiniz ki, Amerikanın dövlət katibi John Kerry Ukraynaya səfər etdi, orada bəyanatla çıxış etdi və Amerika prezidenti də bəyanatla çıxış edibdi. Qərbin münasibəti necədir? Adekvatdırmı? Mən hesab edirəm ki, Qərb bu dəfə adekvat deməli münasibət bildirir. Qərb bu dəqiqə Putinin üzünə onun bütün günahlarını deməkdən çəkinmir. Mən hesab edirəm ki, məsələn, Rus imperiyası dağılandan sonra, Sovet imperiyası dağılandan sonra qalağı yenə Rus imperiyası oldu. Rusiya Federasiyası yenə imperiyadır. Və Sovet İttifaqı dağılandan sonra onlar mövqeylərini möhkəmləndirmək üçün bizim deməli regionlarda müxtəlif münaqişələr yaratdılar. Məsələn, Pridnestroviyada onlar deməli orada faktiki surətdə Rusları silahlandırdılar, onları deməli Moldaviyanın əleyhinə. Azərbaycanda onlar gəlib Azərbaycanın 20%-ni erməni bayrağı altında işğal etdilər. Lakin əgər məsələn Azərbaycanın ərazisi olan Kəlbəcər işğal olunanda Rusiyaya böyük bir təpki olaydı, bəlkə də Rusiya bugünkü günə gəlib Ukraynaya çatıb hücum etməzdi. Amma Kəlbəcərə göz yumudu Qərb. Ona görə Kəlbəcərə göz yumdu ki, eyfariyadaydı. Sovet İttifaqı güclü bir dövlət dağıldı və onun yerində 15 yeni deməli müstəqil dövlət yarandı. Qərb buna çox şad idi. Amma Qərb onda Rusiyanın təcavüzünün qarşısını almadı. O birisi daha dəhşətli bir hadisə. Gürcüstan hadisələri. Rusiya Abxaziya ilə Osetiyanı işğal etdi, Tiflisi də işğal edəcəkdi. Amma Amerikanın 6-cı donanması gəlib Qaradənizə girib Tiflisə yaxınlaşanda, deməli, Gürcüstanın sərhədlərinə yaxınlaşanda dayandı. Amma bu da bəs deyildi. Gərək Abxaziya ilə Osetiyanın işğalına Qərb, deməli, ciddi dirəniş göstərmədi. İndi bu dəfə Qərb görür ki, Rusiya artıq, deməli, çox böyük tamahları var. Sovet imperiyasını bərpa etmək. Amma bir çox Qərb politologları deyir ki, Qərb ölkələri və o cümlədən də Amerika sözdən irəli getməyəcəkdir. Krım işğal altında olacaqdır və Şərqi Ukrayna yenə də böhranlı vəziyyətdə qalacaqdır. Mən deməli, bu politologların rəylərini dinləmişəm və onlarla razı deyiləm. Mən hesab edirəm ki, Ukrayna Avropa ölkəsidir. Ukrayna düz Avropanın içindədir. Mənim fikrimcə, Rusiyanın planı nədən ibarət idi? Ukraynalılarla Ruslar arasında orada münaqişə yaratsınlar. Ondan sonra bütün Ukrayna destabilizə olsun. Ukraynada deməli uzun müddətli döyüşlər getsin. Rusların propagandasında Ukraynalılar faşistdir, Ukraynalılar benderaçılardır. Onlar Ukrayna xalqının bilərəkdən qəzəbinə nail olmaq istəyirlər ki, onlar deməli Ruslara atəş açsın. Amma buna nail ola bilmədilər. Bu çox sevindirici bir haldır ki, bu plan, əskəri plan ki, Ukraynanı destabilizə etmək və orada vətəndaş müharibəsini qaldırmaq. Bu, Rusiyanın indiki Putin deməli iqtidarının planı idi. Bu baş tutmadı. Ona görə mən ondan başqa Qərbin deməli münasibəti, Barack Obama olduqca kəskin surətdə Rusiyanın deməli bütün mövqelərini tənqid etdi və demək olar ki, iqtisadi, siyasi, diplomatik müharibə elan olundu və artıq bu müharibə gedir. Və bu müharibə gərək öz nəticələrini versin. Üstəlik də ki, bütün bu regionda NATO'nun çox böyük qüvvələri var. Və bu böyük qüvvələri də Putinə xəbərdarlıqdır ki, silaha əl atma peşman olarsan. Obama'nın sözü əvvəldə deyildi ki, sizə bu çox baha başa gələcəkdir. Bu çox ciddi sözdür. Mən tam əminəm ki, həm Amerika, həm NATO Rusiyanın Ukraynadakı deməli təcavüzünün qarşısını alacaqdır və biz may ayında yeni Ukrayna
deməli, seçkilərini görəcəyik və yeni demokratik yolla seçilən prezidenti salamlayacağıq. Biraz başqa kontekstdən yanaşaq. Juan bloku var idi. Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova. Bir Ukraynada ərazi bütövlüyü və suverenliklə bağlı problem yox idi. Artıq Juan blokunun daxilində daxil olan bütün ölkələrdə ərazi bütövlüyü və suverenliklə bağlı problemlər qalmaqdadır. Juan blokunun gələcək taleyini necə görürsünüz? Juan Qərb institutları ilə, deyək ki, Avropa Birliyi institutları ilə, NATO institutu ilə birləşib, yəni o kontekstdə mübarizəsini davam etdirə bilərmi? Halbuki, məsələn, müxtəlif qətnamələr də var. Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsindən bağlı. BMT-nin 4 qətnaməsi var, yerinə yetirilməmiş qalıbdır. Mən hesab edirəm ki, Guam deməli, dünyaya gələndən sonra çox gözəl inkişaf edirdi. Mənim yadımdadır, məsələn, biz Vaşinqtonda səfərdə olanda Azərbaycan nümayəndə heyəti Heydər Əliyev də başda olmaqla, deməli, İslam Kərimov Guama daxil oldu. Özbəkistan Guama daxil oldu. Yəni, bütün bu Mərkəzi Asiya dövlətləri, ondan sonra Cənubi Qafqaz dövlətləri hamısı Avropaya tərəf, demokratiyaya tərəf, deməli, bir arzu hiss edirlər. Bəli, onlar başa düşürlər ki, onlar əgər Avropaya inteqrasiya etsələr, onlar əgər NATO-ya daxil olsalar, onlar Rus deməli imperiyasının təhlükəsindən canını qutara bilərlər. Ona görə bizim hamımızda bu cür deməli əhval-ruhiyyə var, ələxüsus Guamda. Lakin Putin hakimiyyətə gələndən sonra demək olar ki, Guamı dağıtdı. Putin Ukraynada deməli apardığı iş nəticəsində Ukrayna fəallığını zəiflətdi. Biz Ukraynanın fəallığı nəticəsində Rusiyanın MDB-də apardığı siyasətə müqavimət göstərdik. Qoymadıq ki, Rusiya orada fövqəlmilləl bir struktur yarada bilsin və bizim hamımızın üzümüzdə nəzarəti əlinə ala bilsin. Lakin Putin Rusiya başqa yolla nəzarət edir. Bax, bu dəqiqə məsələn, Özbəkistanı hədələyir ki, sizə Qarabağı yaradarıq. Qazaxıstanı hədələyir ki, sizdə Rus əhalisi var, sizin də biz ölkənizi dağıdarıq. İndi bu Rusiyanın ideologiyası ki, harada Rus varsa, onun birisinin xətrinə dəyilsə biz oraya ordu yeridəcəyik. Bu dəqiqə Nazarbayevi böyük təşvişə salıbdır. Qazaxıstanda küllü miqdarda Rus var və hamısı da narazıdır ki, burada millətçilik gedir, Qazax dili irəli verilir və s. Deməli, Putinin Ukraynadan, uğurundan sonra Qazaxıstan gələcəkdir. Bunu hamı bilir. Ona görə sözsüz ki, bu deməli, Ukrayna məsələsi əgər deməli, Qərbin qələbəsi ilə, Ukrayna xalqının daha doğrusu qələbəsi ilə nəticələnəcəksə, bunun böyük təsiri olacaqdır. Guam yenə də dirçələcəkdir. Yenə bu ölkələr öz arasında deməli, əməkdaşlıq edərək Qərbə inteqrasiya və NATO strukturlarına inteqrasiya etməlidir. Mənim bu münaqişədə bir deməli, məqam çox xoşuma gəldi. Ukrayna haqqında Amerika rəsmiləri dedilər ki, bizim Ukrayna ilə sülh naminə tərəfdaşlıq çərçivəsində deməli, NATO ilə Ukraynanın əməkdaşlığı var. Biz də bunu yüksək qiymətləndiririk. Ukraynanın dalında duracağıq. Ukraynanı tək buraxmayacağıq. Amma Gürcüstanın dalında durmadılar. Bəli, mən də onu deyirəm. Ona görə Ukrayna əmələ gəldi. Əgər Gürcüstanda möhkəm dirəniş göstərilsəydi, Ukraynada bu cür hadisələr baş verməyə bilərdi. Qarabağdan başladı bunların hamısı. Bəli, birincisi Qarabağdan başladı. Mən yenə deyirəm, Qarabağ olanda böyük euforiya var idi ki, Sovet İttifaqı çöktü. İndi bu Sovet İttifaqı daxilində Rusiya da bunu elə təqdim etdi ki, Qarabağda olan məsələ, bu bilirsinizmi, ya millətlər arası münaqişədir, ya sonra dedilər ki, yox, dinlər arasında münaqişədir. Çox qəribədir. 70 il Sovet İttifaqı Ermənistanla Azərbaycanı dinsiz tərbiyə edəndən sonra biz din üstündə nə cür dava edə bilərdik? Hə? Ermənistan ateist, Azərbaycan da onun günündə. Ona görə bunlar hamısı uydurmadır. Ermənistanla Azərbaycanın arasını vuran elə Rusiya oldu və Ermənistanı da bədbəxt günə salan Rusiya oldu. Bilirsiniz, bizim 20%imiz torpaq işğalı altındadır. Ermənistanın 100% ərazisi işğal altındadır. Ermənistanın nə siyasi iradəsi var, nə Ermənistan öz ordusuna nəzarət edir, Rusiya ona nəzarət edir. Ermənistan iqtisadiyyatı çökübdür. Rusiya bütün Ermənistan iqtisadiyyatını özünə özəlləşdiribdir. Bərbad vəziyyətdədir. Ermənilər də başını qaldıranda ermənilərin başından vururlar. Bax, belədir vəziyyət. Necə fikirləşirsiniz? Ukrayna öz suverenliyini, ərazi bütövlüyünü bərpa edə biləcəkmi?
Yəni burada ciddi siyasi qarşıdurmalardan gedir həm də söhbət. Beynəlxalq güclərin maraq toqquşmasından söhbət gedir. Qara Dəniz regionu uğrunda mübarizədən biraz geniş məkanda, regional məkanda düşünsək, Qara Dəniz uğrunda yəni mübarizədən gedir söhbət. Putinə olduqca deməli Rusiyanın maraqlarına uyğun bir proqram təklif olundu. Kerry tərəfindən, Barack Obama tərəfindən. Proqram ondan ibarətdir ki, əgər siz Rusların Ukraynadakı vəziyyətindən narahatsınızsa, Ukrayna hökuməti ilə danışıq aparın. Əgər siz bazalarınızın deməli təhlükəsizliyindən narahatsınızsa, yenə də bütün bu strukturlardan Ukrayna hökuməti 1, BMT 2, ATƏT 3, Beynəlxalq Təşkilatlar 4, yəni qanuni yolla Rusiya özünün maraqlarını Ukraynada qoruya bilər. Amma Rusiyanın marağı öz deməli Rusların deməli təhlükəsizliyini və yaxud əskəri bazaların təhlükəsizliyini qorumaq deyil, tamamilə başqadır. İmperiyanı bərpa etmək. Nə səbəbə görə 20 ildir Dağlıq Qarabağ məsələsi danışıqlar gedir, həll olunmur. Ona görə ki, Rusiya bu danışıqları pozur daima. Nə cür pozur? Rusiya erməni siyasi iradəsini öz əlinə alıbdır. Ermənistan razılığa gəlmək istəyəndə məcbur edir ki, bu razılıq pozulsun. Bir neçə dəfə Ermənistan sülhə addım atıbdır. Amma hamısı pozulur. Həmsədrlərin ikisi qərb dövlətləridir, Fransa və Amerikadır. Bəs onların iradəsi nədir? Bilirsinizmi, həmsədrlərin heç bir iradəsi ola bilməz. Həmsədrlər dövlət siyasətini gərək deməli ifa etsinlər. Rusiyanın həmsədri dövlət siyasətini ifadə edir. Necə? Həmsədr nə deməkdir? Dağlıq Qarabağ məsələsi həll olunmasın. Amma ki, Amerika ilə Fransanın deməli həmsədrləri pasiv mövqeydədir. Görünür ki, Amerikanın prioritetləri indi bu dəqiqə Ukraynadır. Mən çox arzu edirəm ki, sabahda Ermənistan-Azərbaycan münaqişəsi olmalıdır. Və bu iki xalq bu çətin vəziyyətdən Rusiyanın fəaliyyəti, siyasəti nəticəsində bu hala düşmüş iki ölkə Amerikanın Ukraynadakı göstərdiyi dirəniş nəticəsində biz də bundan xilas olaq. Siz inanırsınızmı ki, yaxın 10 ildə Ukrayna böhranı həll olub başa çatacaq ki, dünyanın böyük aparıcı dövlətləri, Minsk qrupunun həmsədr dövlətlərinin nəzər diqqətində prioritet Qarabağ olsun? Məsələ ondan ibarətdir ki, bu dəqiqə faktiki surətdə odlu müharibə yox, amma soyuq müharibə gedir. Birinci soyuq müharibə nəticəsində Sovet İttifaqı çöktü. Rusiya Sovet İttifaqı qədər güclü və özünü hər tərəfdən təmin edən dövlət deyil. Sovet İttifaqının maliyyəsi qərbdən asılı deyildi. Sovet İttifaqı ərzaqla özünü təmin edirdi, qərbdən ərzaq deməli gətirmirdi. Amma Rusiyanın bu dəqiqə ərzağının 70%-i xaricdən gəlir və Rusiyanın rublunun məzənnəsi bu dəqiqə dollardan və evrodan asılıdır. Bundan heç cür qutara bilməyəcəklər. Ona görə bu dirəniş, bu soyuq müharibə tezliklə Rusiyanın çökməsi ilə nəticələnəcəkdir. Mən bir yerdə demişdim ki, 10 günə çökəcək. Mən bunu niyə görə demişdim? Rusiya. Ona görə ki, bir gündə onlar 76 milyard itirdilər. 15 milyard onlar deməli bazara atdılar ki, rublu qoymasın, tamamilə defolta getsin. Qalanları da deməli aksiyaların və s. qiymətlərinin aşağı düşməsində bir günə bunlar 76 milyard itirdilər. Putinin 500 milyard dollar ehtiyatı var neft gəlirlərindən. Bu 500 milyard əgər bu münaqişə bu cür davam etsə, Putin dirəniş göstərsə, 10 günə qutarar. 10 günə qutarmasın. Mən hesab edirəm ki, bu cür siyasət və bu cür iqtidar qalmayacaqdır siyasi arenada. Mən buna tam səmimi və tam obyektiv surətdə əminəm. Sanksiyalar Rusiya qarşı mümkün olacaqdımı? Çünki artıq bir çox siyasətçilər qeyd edirlər ki, qərb siyasətçiləri, xüsusilə də Amerika siyasətçiləri ki, Rusiya qarşı sanksiyalara yəni günlər vaxt qalıbdır, az vaxt qalıbdır. Mən hesab edirəm ki, sanksiyalar qəbul olunacaqdır və işləyəcəkdir. Vladimir Putin bəyan etdi ki, bu sanksiyalar iki başlı olacaqdır. Əgər bizə iqtisadi ziyan dəysə, qərbə də iqtisadi ziyan dəyəcəkdir. Amma Putin vəziyyəti müharibə səviyyəsinə gətirib çıxarıbdır. Bu dəqiqə məsələn Avropa, Almaniyadır, Fransadır, başqa ölkələrdir. Onların Rusiyadan çox qazançları var.
neftdir, qazdır, ondan sonra öz məhsullarının hamısını Rusiyada satırlar. Lakin onlar bu dəqiqə başa düşürlər ki, əgər onlar imkan versələr ki, Rusiya Ukraynada qalib gəlsin, Sovet imperiyasını bərpa etsin, Gömrük İttifaqını və Avrasiya İttifaqını yaratsın, onlar mütləq Rusiyanın zərbəsinə məruz qalacaqlar. Putin qərbə müharibə elan edib. Məsələ bundan ibarətdir. İndi bu müharibə elan olunanda qərb nə qədər ziyan çəksə ki, Rusiya ilə iqtisadi əlaqələr korlanır, gərək ona dözməlidir. Və qərbin bunu buna dözməyə imkanları var. Qərb öz xalqlarını başa salmalıdır ki, onların deməli sərhəddində olan dövlət onlara nə qədər təhlükəlidir. Rusiyada iqtisadi böhran regiona nə verə bilər? Azərbaycanla münasibətlər sisteminə nə verə bilər? Azərbaycan Sovet dövründə də öz-özünü təmin edən respublikalardan biri olub. Əslində Azərbaycanla Ukrayna deməli öz-özünü hər şeylə təmin edirdilər və üstəlik də ki, Sovet İttifaqının xəzinəsinə də onlar deməli böyük pullar verirdi. Məsələn, bu regionda Ermənistan bizim hesabımıza yaşayırdı, Gürcüstan da. Bizdən elektrik enerjisi gedirdi, bizdən ərzaq gedirdi. Yəni, Azərbaycan hər şeylə özünü təmin edir. Enerji bir tərəfdən, gözəl kənd təsərrüfatı, bütün ərzaqlar və bütün minerallar. Azərbaycan çox varlı bir ölkədir. Çox varlı bir ölkədir. Ona görə mən hesab edirəm ki, bizim Rusiyadan heç bir asılılığımız yoxdur. Rusiya bizə embargo elan etmişdi vaxtı ilə, 94-cü ildə. Sərhədlərini bağlamışdı, şimaldan da bağlamışdı, Arxangelskdən də bağlamışdır. Azərbaycana heç nə olmadı. Azərbaycan MDB ölkələri ilə, ondan sonra Ərəb əmirlikləri ilə ticarət edib hər şeyinə özünü təmin etmişdir. Ona görə bizim Rusiyadan bir asıllığımız yoxdur. Və həmən Qara Dəniz regionunda vəziyyəti necə qiymətləndirirsiniz? Gürcüstan müharibəsi zamanı Amerikanın hərbi gəmiləri regiona daxil olmuşdu. İndi necə olacaqdır? Çünki bu müqavilə şərtlərinə görə 24 saatdan artıq hərbi gəmilər Qara Dənizdə qala bilməz. Və bundan sonra vəziyyət necə olacaq? Mən hesab edirəm ki, Amerikanın hərbi gəmiləri Qara Dənizdə gələcəklər və qalacaqlar. Çünki vəziyyət fövqəladədir. Putin artıq nümayiş etdirdi ki, onun bir sözünə inanmaq olmaz. Deyir, mənim əskərim Ukraynada yoxdur, var. Ondan sonra ki, Lavrov deyir ki, biz ora güc göndərməyəcək, müdaxilə etməyəcək, müdaxilə edirlər. Ona görə inanmaq olmaz ki, bu dəqiqə Rus gəmiləri, Rusiyanın deməli, Qara Dəniz donanması orada dayanıbdır. Rusiyanın sualtı qayıqları orada dayanıbdır. İnanmaq olmaz ki, Rusiya bunları bir dəfə istifadə etməyəcək, bir gün istifadə etməyəcək. Ona görə onları deməli, təcavüzdən çəkindirmək üçün ora mütləq Amerikanın 5-ci, 6-cı donanmasının gəmiləri gəlməlidir və durmalıdır. Azərbaycanın münasibəti necə olmalıdır bu Ukrayna-Rusiya böhranına? Çünki Azərbaycanın rəsmi münasibəti var, çox layal və belə deyək ki, heç bir təsir etməyən bir münasibətdir. Yəni, Azərbaycanın elə bil ki, heç də xalqının, yəni Ukraynaya dəstəkləyən çox saylı insanların mövqeyini əks etdirmir. Birincisi, bilirsiniz, Azərbaycan, deməli, mən kimlə danışmışamsa Azərbaycanda, xalq səviyyəsində Azərbaycanın hamısı Ukraynanı dəstəkləyir. Mənim tanıdığım adamlar mənə küçədə tanıyırlar, yaxınlaşırlar və öz dəstəklərini deyirlər Ukraynaya. O ki, qaldı Azərbaycan hakimiyyətinin münasibətinə. Azərbaycan hakimiyyəti Rusiyadan qorxur və haqqı da var qorxmağa. Çünki Rus tankları bizim deməli paytaxtımızdan 400 kilometr uzaqlığındadır. Ağdam tərəfdə onların tankları var. Üstəlik şimal tərəfdən, şimala da Rusiya küllü miqdarda qoşun göndəribdir. 30 minə qədər orada Rus əskəri dayanıbdır. Silahlı, hər şeydən təchiz olunmuş. Rusiya bir bəhanə axtarır ki, Azərbaycana bir zərbə vursun. Burada yadınızdadırmı, Ukrayna hadisələri başlayanda bizim deməli atəşkəs xəttində Ermənistanla gərginliklər başladı. Səbəb o idi ki, Rusiya əmr vermişdi ki, gərginlik yaradın və Amerikaya nümayiş etdirin ki, siz bizim deməli maraqlarımıza Ukraynada zərbə vurursunuz. Biz də sizin maraqlarınıza Cənubi Qafqazda, Azərbaycanda zərbə vuracağıq. Azərbaycanda Amerikanın və Qərbin maraqları geniş surətdə
təqdim olunubdur. Onların bütün aparıcı firmaları Bakıdadır. Müharibə onları Azərbaycandan köçürəcəkdir. Ona görə bilirsinizmi, biz təhlükə altındayıq. Ona görə biz Azərbaycan hakimiyyəti səviyyəsində heç gözləməməliyik ki, onlar gəlib hər hansı bir Ukraynaya dəstək nümayiş etdirsin və Rusiyaya bəhanə versin, ya Rusiyanı qıcıqlandırsınlar. Amma bütün bizim əhalimiz gözəl başa düşür ki, Rusiyanın Ukraynadakı qələbəsi sonra Rusiyanın Azərbaycana müdaxiləsi ilə bitəcəkdir. Çox sağ olun, studiyamıza gəldiyinizə görə təşəkkür edirəm. Sağ olun. Bugünkü qonağım Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə keçmiş müşaviri Vəfa Quluzadə və eyni zamanda Azərbaycan Təhlükəsizlik Şurasının keçmiş üzvü Vəfa Quluzadə idi.